Salam dostlar, sabahınız xeyir. Yeni bir videodan hər kəsə salamlar. Bu dəfə ölkəmizin ən bərəkətli torpaqlarından biri olan Şuşa şəhərinə gedirik. Düzdür, indi Laçındayıq, amma buradan gedəcəyik Şuşaya. Bugün Şuşanın bütün görməli yerlərini sizə çəkib göstərməyə çalışacağıq. Mənim üçün doğrudan çox maraqlı və həyəcanlı bir andır. Çünki bu torpaqlar bizə qayıdandan bəri mən hələ bu torpaqları gəlib gəzib görməmişəm. İlk dəfə yesən? İlk dəfə gedirəm. İnşallah ki, doya-doya gezməyi planlayıram. Onda başladıq. Söğütler başın əyəndə, sənə mən yarım deyəndə. Söğütler başın əyəndə, sənə mən yarım deyəndə. Sanaram dünya mənimdir, gözünə gözüm deyəndə. Sanaram dünya mənimdir, gözümə gözüm deyəndə. Və gəldik günün ən sevdiyim hissəsinə. Səhər yeməyi yeyəcəyik. Arxamda belə gözəl bir mənzərə. Həkəri çayı. Bura Laçındır. Laçında Həkəri çayının yanında gözəl bir məkan tapmışıq. İnşallah indi burada səhər yeməyi yeyəcəyik. Baxaq görək dadı necədir. Uşaqlar, yolda fasilə elədik. Şuşaya çox az qalıbdı. Təxminən bir 20 dəqiqəlik yolumuz qalıb. Baxın, buradan göstərim. Oradakı qayalıqları görə bilirsinizsə, ora daşaltıdır, onun aşağısı. Qayalıqların üstü də artıq Şuşa şəhəridir. Çox az bir məsafə qalıb. Buranın mənzərəsini sizə göstərmək istədim. Burada da mükəmməl dağları görə bilərsiniz. Mənzərə həqiqətən insanı valeh eləyir. Bir balaca da gedəndən sonra artıq Şuşa şəhərinə çatmış olacaq. Artıq şəhərdən videolar sizə göstərəcəm. Let's go! Gedirik İsa bulağına. Nə düşünürsən? Düşünürəm ki, buralar çox gözəldir. Bayaqdan elə buraların gözəlliyinə baxa-baxa qalmışam. Və payız burada doğrudan çox yaraşır. Yarpaqlar hamısı bir-bir saralıb, düşür və Çox maraqlıdır. çox qəşəngdir. İndi də İsa bulağına. Təbii ki, maqnitimizi də aldıq. Ənənəyə sadiq qalaraq. İsa bulağında deyirlər, su içsən 10 il cavanlaşırsan. Mən mütləq gedirəm. Qaça-qaça su içməyə. Nəysə, gedək, oradan çəkiliş eləyərik. Getdik. Və nəhayət gəlib çıxdıq İsa bulağına. Doğrudan bir vaxtlar mən uşaq olanda sadəcə xəyal idi buraları gəlib görmək, buralara gəlib çıxmaq. İndi isə gerçəkdir. Doldu. Sirab butulkasına İsa bulağından su doldurduq. Bu reklam deyil. Nəysə, içim heç birinci səfər içirəm. Görüm buranın suyu necədir. Çox təmizdir, buz kimi sudur. Gəlsəz mütləq buradan su için. Və budur, gəlib çatdıq möhtəşəm Şuşa qalası. Şuşa qalası bir vaxtlar 1751-ci ildə Pənahəli xan tərəfindən əsası qoyulub və o zamanlar Pənahəli xanın şərəfinə Pənah-abad qalası adlandırılırmış. Daha sonraki dövrlərdə isə bəzən sadəcə qala, daha sonra isə Şuşa qalası olaraq günümüzə qədər gəlib çıxıb, yəni bu adla. Qalanın başqa bir rakursdan çəkməyə çalışıram. Biraz gün vardı ya, çox da yaxşı videolar alınmaya bilər, amma arxa fonu çox yaxşı görsənir bir balaca hündürlükdən. İndi qalan içərisinə çıxa bilsəm,
Deyəndə belə divarları var. Bunun üstünə çıxa bilsəm, oradan da sizə çəkib göstərəcəm. Amma görüntüsü möhtəşəmdir. Gəldik uşaqlar Şuşanın mərkəzinə, yuxarı Gövhərağa məscidi. Buranın ən populyar nöqtələrindən biridir. Elə sağımızda birbaşa məscidi görə bilərsiniz. İndi icazə versələr içəridə şəkil çəkərik. Burada da yazıdan görmək 1768-69-cu illərdə inşa edilib. Daha sonra 1884-cü ildə bərpa işləri aparılıbdır. Məscidin havası necədir? Adı çox xoşuma gəldi. Çox qəşəngdir. Uşaqlar gəldik Bülbülün evinə. Azərbaycan vokal sənətinin banisi Bülbül. Burada belə balaca bir heykəlini falan düzəldiblər. Maraqlı bir dizayn eləyiblər. Ümumiyyətlə sadəcə həyəti çəkməyə icazə var. Hə, içəri evin çəkə içərisinə bilməyəcəyik, yoxdur. təəssüf ki. İndi həyəti və evi göstərəcək çöldə. Bu belə ağ daşı opşi çək. Ümumiyyətlə burada olanda bir şeyə fikir verdim. Evlərin çoxusunda belə taxta qapılar var hamısında. Yəni çox qəşəng və maraqlı görsənir. Uğur bizi çağırır. Gəlirəm ay Uğur. Bülbülün heykəli burada. Biz Gedirik Molla Pənah Vaqif türbəsinə. Artıq çatmışıq demək olar ki. Burada maraqlı bir o vaxtdan qalma türbədir. İndi restore edib düzəldiblər. Gedək baxaq. Məsələ o deyil ki, hamısında yaşayış olur. Gəlib Molla Pənah Vaqif məqbərəsinə. Bir sürü Nizam Gəncəvi məqbərəsinə oxşuyur. mən də ilk Bilənlər baxışdan bilir. oxşatdım. İçərisində girmək də o qapısı da açıqdır. 7-24 açıqdır. Belə içərisində görək. Molla Pənah Vaqifin qəbri də oradadır, mən bilən. Gedək qəbrinə də baxaq orada. Gəl. Sən olmusan burada? Mən burada, doğrusu 4-5 il əvvəl burada olmuşam. Ola bilər, nəsə fərqli bir şeylər ola bilər. Gedək baxaq. Bu arada onu da deyim ki, mən Şuşada ilk dəfə oluram. Bilmirəm bunu videonun əvvəlində demişəm yoxsa yox. Amma Elton doktor burada müharibə zamanı olub, müharibədən sonra da bura gəlib. Ona görə buranı demək olar ki, əlini çəkin bilir. Getdik. Az reklam elə. Məqbərənin sağ tərəfində burada belə fərqli zamanlardan olan fotoşəkillər var. Diqqətimi ən çox çəkən fotoşəkil məhz bu oldu. Bu 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı, yəni erməni vandalizminə məruz qalandan sonraki halıdır məqbərənin. Həqiqətən görüntüyə baxanda, yəni onların necə vəhşi bir millət olduğunu görmək olur. Çok sağ ol. Ne güzeldi. Gel öpüm seni. Gel öpüm. Ay Allah. Oh. Oh. Çok sağ ol. Videoda belə qəşəng bir şey də oldu. Uğur bayaqdan mənə gül dərmək istəyir. Buradan Elton doktora səslənirəm. Gör, gör. Görkəmli şairimizin qəbri çox yaxşıdır, həqiqətən yaxşı restavrasiya ediblər.
demək olar ki, ideal vəziyyətdə düzəldiblər. Və budur, nəhayət Şuşada ən çox olmaq istədiyim yerə gəlib çıxdım. Cıdır düzü. Çox gözəldir. Belə uşaqlar, Şuşa videomuzun sonuna gəldik. Demək olar ki, Şuşanın çalışdıq bütün görməli yerlərini göstərək. Nə demək istəyirsən Uğur? Hə? Uğur da sizə sağ ol deyil, Ayan da arxada yorulubdu. Yeni videolar gəlinədək izləmədə qalın. Hələlik. Bye bye. Bye bye.